Deməli uşaqlar, baxırıq tənliyə aid suala. Bu tənlikdə deyir ki, sonsuz sayda həll olarsa, AB parametrləri soruşur. İlk öncə bu tənliyin, verilən tənliyin sonsuz sayda həll olması üçün deməli, x-in əmsalı ilə sərbəst hədd özü sıfıra bərabər olmalıdır. X-in əmsalı hansıdır? 2a çıx 3. Sıfıra bərabər olmalıdır. Buradan 2a 3'dür. A deməli neçədir? 1,5. 1,5'i bura gətirsək, b-ni də tapa bilərik. 1,5b plus 6 və sərbəst hədd də dedik, nəyə bərabər olmalıdır? Sıfıra. 1,5b bərabərdir -6-ya. B bərabərdir -6 bölünsün 1,5. Buradan b-ni tapırıq, -4. A-mız 1,5, b-miz -4. Bizdən cəmin soruşur. Deməli, A plus B-ni soruşur. Nəyə bərabərdir? 1,5 üzərinə gəlinsin -4. 1,5 çıxılsın 4. Bu da nəyə bərabər olacaq? Deməli, -2,5-ə. Cavabımız olacaq C variantı.